Azərbaycan futbolunda qərb möcüzəsi Tovuzun Turan komandası 32 il aradan sonra Avropaya qayıdır. Siz kanalımıza abunə olun, biz isə komandanın son 3 ilinə qısa səyahət edək. Dostlar, bu videomuzda biz əlbəttə ki, taktiki, analitik detallara girməyəcəyik. Çünki Azərbaycan çempionatı bitən kimi bizim geniş analizimiz olacaq. Necə ki, yanvarda biz dövrələr arası etmişdik və həmin analizimizdə Turanı da ayrıca qeyd edəcəyik. Çünki hər şeylə yanaşı Turan Azərbaycan çempionatında bürünc medalları və Avropanı qaranti edib. Ona görə bu komandaya xüsusi diqqət olacaq. İndilik isə biz bir anlıq səbirli və uzaq görən rəhbərliyin siyasətindən danışmaq istəyirik. Əlbəttə ki, özəlliklə Ehtiram Quliyev və onun komandasından danışmaq istəyirik. Xatırladaq ki, Ehtiram Quliyevin bu il 3-cü ilidir Turan klubunun prezidenti kimi və 3 ildə komanda inanılmaz proqres etmişdi. Düzdür, bir tərəfdən Ehtiram bəy mövsümlə əvvəli çıxış edərək bildirmişdi ki, bu mövsümki hədəf Qarabağla çempionluq uğrunda mübarizədir. Bu mübarizə Turanda alınmadı. Baxmayaraq ki, Turan 7 turdan sonra bir turluq da olsa Azərbaycan çempionatında lider mövqeyinə yüksəlmişdi. Lakin eyni zamanda mövsümün ikinci yarısında uğurlu çıxışı sayəsində çox layiqli olaraq Turan əvvəlcə dördlüyə, sonra isə üçlükdə olan mövqeyini möhkəmləndirdi və layiqli olaraq sona 3 tur qalmış 3-cü yeri təmin etməklə Avropanı da qarantilədi. Biz komandanın son 3 mövsümdəki yolunu bir əsas metriklə sizə göstərmək istəyirik. Bu da ingiliscə average point per game, yəni oyun başına düşən ortalama xal. Və bu da Turanın necə sistematik şəkildə həm qazanılan xallar, həm də vurulan, buraxılan qollar baxımından inkişaf etdiyini göstərəcək. Gəlin əvvəlcə 22-23-cü il mövsümünə gedək. Ehtiram Quliyevin komandanın prezidenti olmamasından əvvəlki ildir bu. Həmin mövsümdə Turan Azərbaycan Premyer Liqasına qayıtmışdı və Premyer Liqadakı debyutu Turan standartlarına görə uğurlu idi. Komanda 36 tura 39 xal yığdı. Turnirin ortasında mövsümü bitirdi. Bu da oyun başına 1.08 xal demək idi. Lakin ondan sonraki proqresə gəlin baxaq. 2023-24-cü il mövsümündə Turan artıq 36 oyuna 48 xal yığdı. Bu isə ortalama olaraq 1.133 xaldır. Bundan sonra komanda rəhbərliyi daha bir orqanik bir dəyişikliyə getdi. Belə ki, çox istedadlı Ayxan Abbasovu çox təcrübəli Qurban Berdiyev əvəz etdi və burada məntiq nədən ibarət idi? Hansı ki, çox uğurlu işlədi. Bu da o idi ki, beşli müdafiə oynadan Ayxanı başqa bir beşli müdafiə oynayan məşqçi əvəz etdi və nəticədə bu bilirsiniz Avropada məsəl üçün böyük komandalarda da problemdir. Bunların içində bizə Manchester United göstərmək olar ki, harda komanda rəhbərliyi yeni məşqçi gətirir. Yeni məşqçinin isə oyun prinsipləri tamamilə fərqlidir. Oyun formasiyası tamamilə fərqlidir. Amma gözümüzün qabağında Tovuzun Turan komandasında klubun rəhbərliyi çox uğurlu şəkildə məşqçi dəyişikliyinə nail olur ki, məşqçi heyətə uyğun olsun, əksinə olmasın. Və nəticədə Qurban Berdiyevin rəhbərliyi altında ilk mövsümdə Turanın proqresi davam edir. Turan ötən mövsüm 55 xal yığır. Yəni bu bir mövsüm öncəyə nisbətən plus 7 xaldır. Ortalamada bu 1.53-dür və ən əsası bu mövsüm hələ çempionatın bitməsinə 2 tur qalıb və nəzərə alaq ki, ötən mövsümlərdə əgər Azərbaycan çempionatı 36 turdan ibarət etsə, bu mövsüm 33 turdur. Ona görə də ortalama xal çox vacibdir. Amma maraqlı bir məqam ondan ibarətdir ki, Turan ötən 2 ilə nisbətən 5 oyun az keçirməklə daha çox xal yığıb. Bu həm 59 xaldır, amma ümumilikdə ortalamanın dilində bu əlbəttə ki 1.90-dır və bütün bunlar komandanın getdiyi sistematik yolun nəticəsidir. Əlbəttə ki, bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, biz səbirli və dayanıqlı deyəndə nəyi nəzərdə tuturduq? Xatırlayırsınızsa, dekabrda Turan öz doğma arenasına qayıdanda komandanın nəticələri və ən əsaslı göstərdiyi oyun o qədər də ürək açan deyildi və bəzi azarkeşlər əlbəttə ki, səbirsizlənərək Qurban Berdiyevin istefaya göndərilməyini belə istəyirdi, tələb edirdi. Amma baxın, səbir və mən əminəm ki, klub rəhbərliyi tərəfindən də Berdiyevə birmənalı dəstək oldu ki, Berdiyev qış təlim məşq toplantısını mükəmməl şəkildə Antalyada keçirdi və ikinci dövrədə Turan bir növ qabağında çıxan rəqiblərin əksəriyyətini silib süpürərək demək olar ki, çox komfortlu şəkildə Azərbaycan çempionatında 3-cü yeri təmin etmiş oldu. Əlbəttə, Berdiyevin oyununa gəldikdə isə nəzərə almaq lazımdır ki, büdcəsinə görə Turan klubu Azərbaycanda məsəl üçün Neftçi və Qarabağ hətta Sabahdan çox ciddi şəkildə geri qalır. Sir Alex Fergusonun dahi bir sözü var ki, əgər hücum sənə oyunudursa, müdafiə sənə turniri və çempionatudur. Ona görə də etibarlı müdafiə çox vacib faktordur və
Qurban Berdiyevin də stavkası özünü tamamilə doğrultdu və yenə də biz onu da qeyd etməliyik ki, belə oyun tərzi Avropada Turana çox baş ağrıdıcı məqamlar yarada bilər. Çünki Azərbaycan çempionatında da görürdük ki, Turan hardaysa özü səviyyəsində olan, yəni Konfrans Liqasının ikinci təsnifat mərhələsində düşə biləcək rəqiblər hardasa Zirə ilə müqayisə oluna bilər. Baxın, həmin görüşlərdə belə bir top geri olanda çox özünü qeyri-komfortlu bir ssenaridə tapır və nəticədə oyuna qayıtmaqda bütün oyun mexanizmlərini qırmağa başlayır. Ən əsas o sakit, yavaş oyun ritmindən sürətli oyun ritminə keçmək Turana daha çox ziyan vurur, nəinki xeyir gətirir. Bunun əsas səbəblərindən biri də əlbəttə ki, komandanın çox uğurlu transferlərlə yanaşı, eyni zamanda bəzi transferlərin uğursuz olmasıdır. Biz uğurlu transfer dedikdə Jo Batistan qeyd etmək istəyərdik. Baxın, Jo Batista da bir tərəfdən səbrin bəhrəsidir. Xatırlayırsınızsa, Jo keçən ilin yanvarında alınmışdı və mövsümün ikinci yarısında o həmən zədələndi və özünü göstərə bilmədi. Lakin bu mövsümdə Jo gol və asistdə 10+2-dir və adam vurduğu qollar da fundamentaldır. Nəzərə alaq ki, Turan çox az qol vurur. Ona görə də Turanın qolları xüsusilə dəyərlidir. Lakin digər tərəfdən İbrahim Avacı və xüsusilə Tavaresə edilən stavkalar hələ ki çox uğursuzdur. Bu məqamda xüsusilə Tavaresdən danışmaq lazımdır. Çünki Tavares bir növ mərkəzin metronomu idi. Əgər heyətə inteqrasiya olunardısa və ya indi bilmirik çempionatın sonu ilə Konfrans Liqasının təsnifat mərhələsi arasında olacaq təlim məşq toplanışında bu müvəffəq olarsa, Qurban Berdiyev buna Tavares heyətə inteqrasiya olarsa, bunun Turan üçün böyük bir mənası ondan ibarət ola bilər ki, komanda oyunu bir qədər də yuxarı qaldırar və hətta bəlkə də dördlü müdafiəyə keçə bilər, hansı ki, Turanı bir qədər də Avropada rəqabətçil edəcək. Yenə də təkrar edək ki, biz Turanın analitik təhlilini çempionat bitəndən sonra edəcək. İndilik isə əziz Turan azarkeşləri, sizi Avropaya qayıtmağınız münasibətilə təbrik etmək istəyirik. Çox ümid edirik ki, Turan Konfrans Liqasının ikinci təsnifat mərhələsindən başlayaraq ən azı Araz Naxçıvanın bir növ o uğurunu təkrarlayacaq, bir mərhələdən artıq mərhələ keçəcək və bu da həm Turan rəhbərliyinə, həm də ki, Azərbaycanın başqa klublarına bir növ motivasiya olacaq ki, komandaya inansınlar və uzun müddətli layihə kimi komandaya investisiya etməkdə davam etsinlər. Çünki Ehtiram Quliyevin timsalında biz gördük ki, necə öz ölkəsini, öz regionunu və öz regionunun klubunu sevən insanın öz klubuna investisiyası sayəsində komanda necə dirçələ bilər? Çünki əgər Hünər qrupunun investisiyası olmasaydı, çox güman ki, Turanı hardasa Şamaxının taleyi gözləyə bilərdi. Amma qarşılığında Turan beynəlxalq səviyyəli bir mütəxəssisi cəlb edə bildi öz sıralarına və 2 illik əməkdaşlığın nəticəsində komanda bürünc medalları qazanaraq Avropaya vəsqə qazandı və ümid edirik ki, Turanın bu uğuru və Avropaya getməsi Ehtiram bəyin ölkə kubokunun yarımfinalının ilk oyunundan sonra yaşadığı demotivasiyasını bir qədər sıfırlayar və ümumiyyətlə futbolumuzda bu hallar azalar. Çünki belə olduğu təqdirdə çox gözəl bir platforma yaranar ki, Ehtiram Quliyev kimi öz regionunu, öz futbolunu sevən iş adamları Azərbaycan futboluna daha çox cəlb olunub, ölkədə, xüsusilə regionlarda futbolun canlanmasına təkan versinlər. Sonda mən sizi şərhlərə dəvət edirəm. Əziz Turan və eyni zamanda Azərbaycan futbolunun azarkeşləri, siz bu mövsüm haqqında nə düşünürsünüz və Turanın Avropadakı çıxışı haqqında gözləntiləriniz nədir? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun ki, belə videolar buraxmayasınız.